Salam əziz şahidlər. İndi isə Makedoniyalı İskəndərin imperiyası mövzusunun ev tapşırıqlarını həll etməyə çalışaq. Eyler-Venn diaqramına gələn ilk tapşırığımız da üçlü Eyler-Venn diaqramıdır. Makedoniya İskəndər imperiyası, Sparta şəhər dövləti, Afina şəhər dövləti. Əhəmənilər imperiyasının qarşı müharibə aparması, xatırlayın Əhəməni Yunan müharibələrin, orada Sparta və Afina şəhərləri xatırlayır. Bu vaxt İskəndər yox idi, amma İskəndər özü Əhəməni ilə müharibə aparıb. Beləliklə bu oxşar cəhətdir. Fermopildə məğlub olan, bəli, bu məşhur Leonid üçün Spartalı. Yunanistanda ağalıq uğruna mübarizə aparan, bəli, fikir verin, İskəndərin atası 2-ci Filip Yunanistanı tutmuşdu. İskəndər Yunanistanda ağalıq etmək üçün müharibə aparmayıb. Ona görə bu uyğun gəlir Sparta Afiniya 431-404 eramızdan əvvəl onlar Yunanistanda ağalıq etmək üçün müharibə aparmışlar. Misiri işğal edərək öz ərazisini qatması, bu üç dövlətdən yalnız İskəndər, onu Firon adlandırmışlar orada. Balkan yarımadasında meydana gəlməsi. Bəli, bu ümumiyyətlə Yunanistan, Makedoniya, Balkan yarımadasına yerləşirlər, hamısı uyğundur, oxşar cəhətdir. Daha sonra sizdən baxırıq, Mərkəzi Asiya və Hindistana hərbi yürüş. Bəli, sözsüz ki, burada söhbət gedəcək İskəndərdən. Dövlətdə vəzifə tutmaq qarşılığında vətəndaşlara maaş verilməsi məsələsi var. Bəli, bu da gedir sözsüz ki, deməli, Afina şəhər dövlətinə. Əhəməni şahı 1-ci Daranın ordusu üzərində qələbə qazanması, yəni Daradan gedir söhbət. Eramız əvvəl 490 marafon döyüşündən orada Afina idi. Beləliklə, biz Eyler-Venn diaqramını həll edə bildik. İkinciyə baxaq, çox maraqlı bir tapşırığımız var, diqqətli olaq. Sizin öz aranızda oynadığınız X-Nolik oyunudur, amma sizin oynanan X-Nolik oyunundan fərqli olaraq burada siz gərək məlumatların doğru və səhv olduğunu biləsiniz ki, X-Nolikdə də sonda hansı xətt olacağını birlikdə tapa bilək. Baxaq. Marafon döyüşündə Yunan ordusunun başçısı Perikl idi. Deməli, doğru 0, Nolik, yanlışsa X olmalıdır. İndi deyək, marafon döyüşündə Perikl Yunanlara başçılıq edirmi? Marafon döyüşü 490 eramız əvvəl olub, Perikl isə 443-cü ildən strategi olub, bu ola bilməz. Deməli, bu X-dir. Əhəmənilər imperiyasına Makedoniya İskəndər son qoyub, sözsüz, Nolik. Makedoniya ordusunun düzülüşü Falanga, doğru. İskəndər imperiyasının paytaxtı Babil şəhəri, əvvəllər Pella şəhəri idi, amma sonra isə İskəndər Babilə köçürdü, Nolik. Eradan əvvəl 5-ci əsrin ortalarında Afina Aralıq dənizində mühüm ticarət mərkəzi çevrildi. Bəli, Yunan Əhəməni müharibəsindən sonra ortalarında, məsələn, sonu desəydi səhv olardı, amma ortalara uyğun gəlir. Çünki sonunda Spartaya uduzaraq Afinadan istifadə dağılmışdı. Mərkəzi, deməli 6-cıya baxırıq, Yunanistanı ələ keçirən İskəndər Yunan şəhər dövlətləri ittifaq yaratdı. Diqqətli olun, Yunanistanı kim tutdu? İskəndərin atası 2-ci Filip. O Yunanistanı tutmayıb. Ona görə bu X-dir. Mərkəzi Asiya və Hindistan, Makedoniya İskəndər döyüşsüz təslim olub. Döyüş təslim olan harada idi? Tanrı Firon, Misir. Burada isə güclü müqamət var idi. Deməli, yanlış məlumatdır. 8-ə baxırıq. Demokrit Hippokrat İskəndəriyyə kitabxanasında çalışıb. Bəli, İskəndəriyyə kitabxanası 700 min əli yazması olan bir kitabxanada 2 dənə alim var idi. Evklit və Arximed. Demokrit və Hippokrat deyil. Bu da X-dir. İndi diqqətli olaq. Deməli, artıq sizin oyun bilik qaydasına görə harada işarə vursaq, deməli, o xətt düz olmalıdır. 2 dənə X-i yan-yana atsa, deməli, ən az 9 da X olacaq. Məntiqdən. Baxaq, Xeroneya döyüşündə sonra Afina dəniz ittifaqı ləğv edildi. Bu yanlışdır, çünki Afina dəniz ittifaqı bildiyiniz kimi Afina Sparta müharibəsindən sonra, 5-ci əsrdə ləğv edilib. Bu da deməli, düz gələn xətt buraydı. Biz X-Nolik oyununu bu şəkildə başa çatdıra bildik. Və son xəmsə intellektual oyun üslubunda bizim oyunumuz var. İlk mövzu döyüşlər. Gəlin baxaq. İskəndər ilə 3-cü Dara arasında baş vermiş sonuncu döyüş. Bax, bu siz birlikdə oynasa daha maraqlı olar. Kim daha tez tapdı üslubu ilə istifadə edə bilərsiniz. Bəli, söhbət Qavqamel döyüşü ilə gedir. Yunan şəhərlərin azadlığına son qoymuş bu döyüşdə Makedoniya Falangası qələbə qazanıb. Eradan əvvəl 338 Xeroneya. İkinci mövzu şəhərlərdir.
Eradan əvvəl 4-cü əsrin 30-cu illərin əvvəllərində Makedoniya padşahlığının paytaxtı bu şəhərdir. Fikir verin, 30-cu illərin əvvəlləri, yəni İskəndərə qədər hətta soruşulur, söhbət gedir Pella şəhəri. Eradan əvvəl 4-cü əsrdə salınmış bu şəhər bir vaxtlar Aralıq dənizi sahilinin ən böyük şəhər olub. Bəli, İskəndər tərəfindən salınmış şəhərlərə də nə deyirlər? İskəndəriyyə. Və o kim mövzusudur? Evkliddən başqa bu riyaziyyatçı alim də İskəndəriyyədə fəaliyyət göstərib. Evklid və məşhur Arximed, doğrudur. Və son, o Makedoniya İskəndərin müəllimi olmuş. Botanika, fizika kimi elmləri yaratmışdı. Məşhur alim Aristotel, tamamilə doğru. Belə şahidlər, düşünürəm ki, tapşırıqlar vasitəsilə mövzunu daha da möhkəmləndirə bildiniz. Amma özünüzcə əlavə materiallardan, testlərdən istifadə edərək dərsi daha yaxşı vəziyyətə gətirə bilərsiniz. Sağ olun, sağlıqla qalın. Növbəti dərslərimizdə görüşənədək.